Tovuz rayon İbrahim Hacılı kənd sakinləri artıq 15 gündür ki, maraqlı hadisə ilə üz-üzə qalıblar. Belə ki, onlar 15 gündür hər hansı varlıq tərəfindən paltarların belə vəziyyətə salınması ilə rastlaşıblar. Maraqlı hadisə ev sakinlərinin sözün həqiqi mənasında evdən didərgin salıb. Məmmədovlar ailəsi artıq bir neçə gündür ki, qorxudan yaşadıkları mənzillərdə nə yata, nə də rahat hərəkət edə bilirlər. Maraqlısı budur ki, naməlum varlıq ev sakinlərinin hər birinin paltarını xüsusi bacarıqla kəsib doğrayır. O, nəinki ev əşyalarını, həmçinin bəzi sənədləri də yararsız hala salmaqdan belə çəkib. Girirdi budama, çıxırdı, görürdük kesib. Deyirdi, ya lap uşaq bunu ha vaxt kesdi ki, biz görməyədik. Bax, bu vəziyyətləri alınırdı. Sonra lap uşağı izləyədik, uşağı zad eləyib, gördüm, elə otağa girib çıxanda görürdük ki, kesilib. Biz də anladıq ki, bu uşaq kesmir bunu. Uşağı da ondan sonra heç anası, atası qoymadı bizə gəlməyə. Ondan sonra özü baş verdi, pastayan paltarlarımızı üzünə kesilməyə. Son 15 gündə davamlı şəkildə. 15 gündə davam eləyir, pastayanla bax belə kesilir. Gecə vaxtı evimizdə qalmırıq, qəti qalmırıq oyda. Kod yanımızda kim olursa olsun qalmırıq. Gedirik başqa adamlar, bacımgildə, babamgildə, dayımgildə qonaq qalırıq. Yəni bir axşamlıq belə. Günüzü gəlirik, tək badvala, çölə çıxamırıq qorxudan. Yəni küt hərrənlik. Körpü uşağın paltarını, ədyalını, öydə qravat üstünün örtüsünü doğramış vəziyyətdə anam görür. Neçə müddətdir belə vəziyyətlə qarşılaşmışsınız? Bizdə bu 15 gün olar bu müddət, bizdə hər gün davam edər. Əvvəlcə İbrahim Hacılı kənd sakinləri bunun balaca nəvələri 3 yaşlı Ayxanın əməl olduğunu düşünsələr də, sonradan apardıqları müşahidələr bunun doğru olmadığını üzə çıxarıb. Adı çəkilən uşağı valideynləri babası evinə bir müddət gəlməyə qoymur. Amma buna baxmayaraq paltar cəlladı işini davam etdirir. Bax, o kişinin bahalı qəstumunu, arvadın bahalı jaketini, oğlanın qəstumunu, şalvarını, əqqabısını, ondan sonra deyim də adaptörün şunurunu, ütünün şunurunu, əlinə nə gəlir, bax, kəsir zorla, deyirlər uşaq kəsir. Yox, uşağın gücü çatmaz onlara. Bax, bu cür. Ayrı, həmişə gəldi ziyanlıq, həmişə bir 5.000-ə yaxın ziyanlıq verib o buraya. Qonşularla da normal münasibətin olduğunu açıqlayan zərər çəkənlər bunun necə baş verdiyini hələ də aydınlaşdıra bilmirlər. Biçarə ailə düşdükləri maraqlı, həm də acınacaqlı vəziyyətlə bağlı hələ də qərarsızdılar. Onlara ən böyük yardım isə dırnaqarası qəhrəmanı tapıb ifşa etmək olardı. Rahim İbrahimoğlu, Orxan Musoğlu, TTV Tovuz.